Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Və sallallahu ala Muhammedin və ali Muhammed və acil faracuhum. İnşallah bugündən dərslərimizə başlayırıq. İlk dərsimiz ərəb ədəbiyyatı barəsində olacaq və ərəb ədəbiyyatı necə ki oxuyacağıq 14 dənə elmdən ibarətdir. İlk dəfə ki 14 dənə elmdən birini oxuyacaq, sərf elmidir. Azərbaycan dilində bizim dilimizdə morfologiya adlanır. Və ərəb ədəbiyyatında ki bu sərf elmini oxuyacaq və başqa elmləri də oxuyacaq, dərslərimiz silsiləvar olacaq. Yəni asan kitablardan çətin kitablara doğru gedəcək. Bu cür tələbələr, həm də qeyri tələbələr əgər ərəb ədəbiyyatına məşğul olsalar, rahat oxuya biləcəklər. Yəni əvvəl çətin kitablardan oxusalar, çətinliyə düşərlər, amma rahat kitablardan oxusalar, rahat şəkildə hər hansısa bir elmi, əsasən də ərəb ədəbiyyatını başa düşəcəklər. Və bizim də məqsədimiz ərəb ədəbiyyatında oxumağımızdan məqsəd budur ki, niyə ərəb ədəbiyyatını oxuyuruq? Əsasən də tələbələr Quranı yaxşı başa düşək, səmavi kitab, Allahın kitabı olan Quran-ı Kərimi yaxşı anlayaq, çünki ərəb dilindədir. Və məsumlardan gələn hədisləri, xəbərlər, hədislər, rivayətlər gələcək, onları oxuya bilək. Və dualar, ziyarətlər, bunları oxuyub həm də başa düşməkdən məqsədimiz ki, həm oxuyaq, həm də başa düşək. İlk dəfə ki, qeyd etdiyimiz kimi sərf elm barəsində kitabımız olacaq, dərsimiz olacaq və kitabımız bu kitabdan ibarətdir. Elmi sərf, Azərbaycanda morfologiya. Kitab Azərbaycan dilindədir. Məsləhət bu oldu ki, ilk dəfə öz dilimizdə, doğma ana dilimizdə kitab oxuyaq və bu kitabın əsli Azərbaycanda deyildir, farsıdır. Kitab budur. Elmi sərfdir. Sərf elmi müəllif də Həmid Muhəmmədidir. Bu şiə alimidir. Bir neçə dənə ərəb ədəbiyyatında kitabı vardır və kitablardan biri də həmin bu sərf elmi barəsindədir. Müqəddimə həddinədir, aşağı həddədir. Bunu bizim Azərbaycanca tərcümə etmişlər. Bir də çalışacağıq ilk dəfə bu kitabı tədris edək. Kitab ümumi şəkildə 3 hissədən ibarətdir. 30 dənə dərsi var. 30 dərs, 3 hissə. Yəni bəxş də demək olar. 3 bəxşdən və 30 dənə dərsdən ibarətdir. Biz də çalışacağıq dərsləri yavaş-yavaş, sadə-sadə başa salaq, tədris eləyək. Tələbələrdən istəyimiz budur ki, və ya qeyri tələbələrdən istəyimiz budur ki, istəyirlər ki, dərsləri yaxşı başa düşsünlər. Əgər istəyirlər ki, dəqiq başa düşsünlər dərsləri, xahiş olunur ki, suallar və tapşırıqlar var. Əvvəl onları diqqətlə oxusunlar. Diqqətlə oxuyandan sonra, başa düşməsələr də eybi yoxdur. Dərsi oxuyandan sonra, əsl dərsi mətni oxuyandan sonra cavabları biləcəklər. Çünki sualı oxuyanda insanda maraq yaranır. İnsanda əngizə yaranır, insanda istək yaranır ki, bilmədiyi şeyləri öyrənsin. Ona görə suallar, tapşırıqları oxumaq yaxşıdır əvvəl. Məsələ budur ki, bizim də xahişimiz budur ki, ilk dəfə suallar, tapşırıqları oxusunlar. Və çalışacaq ki, kitabın mətnini də oxuyaq. Niyə mətnini oxuyaq? Bir adam, əgər bir tələbə ya qeyri tələbə, video baxmaya vaxtı yoxdur, həvəsi yoxdur, ya iş dalıncadır, ya yolda olur, eləyə bilsin ki, səs yazılarından da istifadə eləsin. Yol gedərsən, qulaq asaraq dərsləri də öyrənsin. Gedək kitaba. Birinci hissə sərf elminin tərifi barəsindədir, mövzusu barəsindədir və faydası barəsindədir. 2. Hərəkə, tənvin və işarələr. 3. Fe'l və ismin növləri. Burada əvvəldə deyir ki, ərəb ədəbiyyatı 14 elmdən ibarətdir. Əsas 3 dənə elm var. Lüğət elmidir, sərf elmidir, nəhv elmidir. İlk dəfə bunları öyrənmək lazımdır. Bunlar çox mühümdür. Quranı və hədisləri, məsumlardan gələn hədisləri başa düşmək üçün. Sonra sərf elminin tərifi. Bildiyiniz kimi, hər elmdə adətən tərif olur. Bir elmdən ki, istəyirlər bəhs olunsun, bu elmin tərifi olur. Bu sərf elmində tərif edirlər. Burada bunun tərifi nədir? Buyurur ki, sərf elmi leksik, yəni lüğəvi mənasında. Yadımızda qalsın, ərəb kitabları oxuyanda yəni lüğəvi mənada. Bizim dildə leksik mənada çevirmək, dəyişmək deməkdir. Amma termin bizim dildə, amma istilah deyəcən ərəb dilində, islahı mənada biz istəyirik ki, hər hansı bir şeyi kimlərsə çatdıraq, hər hansı bir mənanı insanlara başa salaq.
və ona uyğun çalışmaq lazımdır, sözləri düzəldək. Bizim də məqsədimiz sərf elmi, ərəb ədəbiyyatı barəsində də istəyirik ki, hər hansı bir mənanı çatdıraq və ona uyğun olaraq sözləri düzəltməliyik ki, qarşı tərəf başa düşsün. Əgər bunu düzgün düzəltməsə, qarşı tərəf başa düşməz. Belə deyək, ismi failin əvəzinə, indi oxuyacaq ismi failin, ismi məfulu gətirsək. İsmi məfulun əvəzinə ismi faili gətirsək, mənada dəyişiklik olacaq. Ona görə sərf elmini oxuyuruq ki, ismi fail əgər ehtiyac varsa ismi fail gətirək, əgər ismi məful varsa məfulu gətirək, həm də feillərdə. Və bu elmi tərifi, və bunun faydası nədir? Faydası budur ki, biz sözləri tanıya biləcəyik. Biləcəyik ki, bu isimdir, feildir, yoxsa hərfdir. Həm də düzəldə biləcəyik, ismi düzəldə biləcəyik və feili düzəldə biləcəyik ki, qeyd edəcək ki, hərf çünki dəyişilmir, ta sərf elmində ondan bəhs eləmirik. Yəni, kəlmə 3 qismə bölünür, feildir, isimdir, hərfdir. Fəqət burada biz feillə, isimdən danışacağıq, hərfdən danışmayacağıq, çünki hərflər dəyişilmir. Və buna əsasən də sərf elminin mövzusu və bu mövzusu nədir? Sərf elminin mövzusu sözdür. Söz yəni kəlmə. Biz kəlmələrdən danışacağıq. Yəni deyək ki, kəlmənin ətrafında dolanacaq, ona aid olan xüsusiyyətləri sərf elmində öyrənəcək. Birinci hissə, birinci dərs. Ərəb dilçiliyi, sərf elmi, yəni morfologiya. Dilin qanunları. Hər hansı bir dili öyrənməzdən əvvəl ilk növbədə həmin dilin qrammatikası ilə tanış olmalıyıq. Sərf və nəhv elmləri ərəb dilinin qrammatikasını təşkil edir. Ərəb dilçiliyi yalnız sərf və nəhvdən ibarət deyil. Ərəb dilçiliyi bu 14 sahəni özündə birləşdirir. Sərf, nəhv, lüğət, iştiqaq, kitabət, qiraət, təcvid, məani, bəyan, bədi, şeir, inşa, əmsal və ədəbiyyat tarixi. Biz eləyə bilərik ki, bir dənə elm götürək, burada qeyd edib ki, məani, bəyan və bədi. Bunun da üçünə bir yerdə bəlağət elmi demək olar. Yəni, bəlağət elmi özü 3 qismə bölünür, məani, bəyan və bədi. Bu cürdə demək olar. Davam edək. Quran dilinə yiyələnmək həmçinin hədislər, ziyarətnamələr və s.dən bəhrələnmək üçün ərəb dilinin 3 ən mühüm sahəsi olan sərf elmi, nəhv elmi və lüğət-i lazımı səviyyədə tanış olmalıyıq. Bu kitab sizə sərf elminin ilkin mərhələsi ilə tanış edir. İlkin mərhələ, yəni ərəb kitablarına müraciət edəndə, yəni müqəddimə həddində. Bu kitaba da diqqət edirsən, sərf-i müqəddimat, yəni müqəddimə həddində kitabdır. Sonra dərslərimiz orta və geniş həddə olacaqdır. Yavaş-yavaş kitab qabağa gedir, önə gedəcək. Sərf elminin tərifi. Sərf sözünün leksik mənası çevirmək və dəyişməkdir. Leksik, yəni orada qeyd edin burada, kitabın bir kənarına ya dəftərin bir kənarına qeyd edin. Leksik, yəni lüğəvi mənası, lüğətdə. Ancaq bir termin olaraq fərqli mənalar əldə etmək üçün sözü müxtəlif şəkillərə salmaq deməkdir. Yəni, sərf elmi öyrədir ki, misal olaraq, elm, bilmək, sözünü necə? Əlimə, ya'ləmu, e'ləm, alim, məlum və s. kimi şəkillərə salıb, müxtəlif mənalar bildi, bilir, bil, bilən, bilinən və s. əldə etmək olar. Burada qeyd etdiyimiz kimi, termin, yəni istilahda, yəni elmi termin, yəni istilahda, orada qeyd edin ki, ərəb kitabları oxuyanda görəcəksiniz, yəni termin sözlərimizdə orada istilah gəlir. Bizdə Azərbaycan çeviriklər termin. Sərf elminin faydası. Tərifdə qeyd edildiyi kimi, bəzi sözlər digər sözlərdən alınır. Sözləri tanımaq və nəzərdə tutulan mənalar üçün münasib sözlər düzəldə bilmək sərf elminin əsas faydasıdır. Beləliklə, sərf elminin faydası söz düzəltmənin və söz tanımanın yolunu öyrənməkdir. Söz düzəltmə, mənalara uyğun söz tanıma, yəni biz də baxacaq ki, bu necə, məsələn, feildir, yoxsa isimdir, əgər feilsə hansı xüsusiyyətləri, necə feildir, əgər isimsə hansı xüsusiyyətləri var və necə isimdir. Bunu gələcək dərslərimizdə öyrənəcəyik inşallah. Sərf elminin mövzusu. Sərf elmində sözlərin düzəlməsindən danışdığı üçün bu elmin mövzusu sözdür. Söz qeyd edin ki, kəlimə. Ərəb dilində kitablar oxunduğu üçün kəlimə gəlir orada. Kəliməni bölürlər 3 qismə. İsimdir, feildir və hərfdir.
Bu səbəbdən ona söz tanıma və söz düzəltmə elmi də deyilə bilər. Söz və onun növləri. Burada söz neçə növdür, onu burada qeyd edilir. Yəni kəlmə 3 qismə bölünür. Feildən ibarətdir, isimdən ibarətdir, hərf. Yəni köməkçi nitq hissələri. Hərf yəni rabitə yaradır 2 dənə kəlmənin arasında. İndi burada feili bizə tərif eləyir. Feil 3 zamandan, keçmiş, indiki və gələcək zamandan hər hansı birinə məxsus olan və müstəqil mənası olan sözlərə feil deyilir. Məsələn, kətəbə yazdı, yəktubu yazır, yazar, uktub yaz. Buyurur ki, feil 3 zamandan birini göstərir. Həm müstəqil mənası var, həm də 3 zamandan birini göstərməlidir. Ya keçmiş zaman, indiki zaman, ya gələcək zaman. Amma isimdə necə? İsimdə zaman söhbəti yoxdur, yəni zaman yoxdur, amma məna vardır. İsim müstəqil mənası olub heç bir zamana məxsus olmayan sözlərə isim deyilir. Məsələn, nəsr kömək etmək, cidar, divar. Hərf müstəqil mənası olmayıb başqa sözlər arasında əlaqə yaradan sözlərə hərf deyilir. Məsələn, fi. Misala baxın, yazıb ki, cələstu fil beyt. Evdə oturdum ya evdə oturmuşdum. Bunu necə izah eləmək olar? Baxın elə, əgər biz desək cələstu, oturmuşdum. Əl-beyt məna verməz. Oturmuşdum, ev məna verməz. Amma istəyirəm deyəm ki, evdə oturmuşdum. Bunda gərək hərfdən istifadə edək. Yəni bizim dedik köməkçi nitq hissələri. Ərəbcə buna hərf deyir. Yəni bu 2 dənə kəlmənin arasında, 2 dənə sözün arasında rabitə yaranır. Bir də var deyirsən cələstu əl-beyt, bir var deyirsən cələstu fil-beyt. Yəni evdə oturmuşdum, ya evdə oturdum. Qeyd. Sözün növləri arasında yalnız isim və feil təsriflənir. Hərfi isə həmişə sabit qalır. Buna görə də sərf elmdə yalnız isim və feildən danışılır. Birinci dərsimiz sona yetdi. Ümumi məlumat idi bu sərf elmi barəsində və kəlmənin, yəni sözün bölgüsü barəsində. Və burada sual və tapşırığı var. Təxmini 8 dənə sual və tapşırığı var. Və qeyd etdiyimiz kimi əsas budur ki, əvvəl birinci sual və tapşırıqları diqqətlə oxuyaq və sonra əsl mətni oxuyaq ki, və o suallar ki, tapşırıq var, onların cavablarını daha rahat bilək. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.